biz Milad ərəfəsindəyik və Milad barəsində biraz bölüşəcəm sizinlə ilə və çox maraqlıdır ki, Milad ərəfəsində belə maraqlı bir ab-hava yaşanır. Yox, hər ki havada belə sevinç ab-havası var və bayram ruh əhvalı var. Və həmin o bayram ruh əhvalının hazırlıq işləri də olur. Çünki şən bayram süfrələri açılacaq, Milad bayramı qeyd ediləcək və Milad bayramını ölkəmizdə də və başqa ölkələrdə olan məsihçi cəmiyyətləri qeyd edəcəklər. Milad bayramı bir ailə bayramı günü kimi də qeyd edilir. Milad bayramında insanlar bir-birlərinə hədiyyələr edirlər, bir-birlərini təbrik edirlər və bu Milad bayramının səbəbkarı barəsində bölüşmək istəyirəm. Bu Milad bayramı haradan başlayıb və Allahın bizə verdiyi ən böyük hədiyyə barəsində danışmaq istəyirəm. Çünki külli ixtiyar olan Allah bizim üçün ən böyük hədiyyə verib. Və Milad bayramının haqqında danışanda Milad bayramı gedir təxminən 2024 il bundan əvvəl Betlehem şəhərində doğulan körpə ilə bağlı qalır. Və biz həmin o bayram haqqında fikirləşəndə yayılan təsvirlər, axurda yatan körpə, uşaq doğuldu. Körpə doğuldu və bütün mərkəzdə məhz o körpənin olunmasıdır və həmin o körpənin doğulması ilə Milad bayramı qoyuldu. Milad sözü isə çox maraqlıdır ki, ərəb mənşəli sözdür. Milad sözün mənası doğum deməkdir. Yəni Milad sözün mənası dünyaya gəlmək deməkdir. Və ona görə də Məsih İsa'nın dünyaya gəlinməsini qeyd edilməsidir və burada da xüsusi məna ondadır ki, Allah Miladda Məsih İsa'nın doğulması ilə öz vədini gerçəkləşdirdi. Yəni Allah qədim peyğəmbərlər vasitəsilə insanlara verdiyi vədi yerinə yetirdi. Həmin o vəd isə, hansını ki Allah vəd etmişdi xilaskarın gəlməyi, o dünya yaranandan sonra ilk insanların, Adəmlə Həvvanın günaha düşdüklərindən sonra baş verdi. Çünki Adəm və Həvva Allaha imansızlıq göstərmək ilə iblisə uydular. İblisin sözünə getdilər və bununla da Allahın onlara verdiyi yeganə bir əmri pozmuş oldular və bunun nəticəsində bütün bəşəriyyət, yəni onlardan doğulan bütün övladlar günaha düşmüş oldular. Allah isə hələ onların dövründən Məsihin gəlişini vəd edirdi. Və həmin o vədlər müqəddəs kitabda müxtəlif peyğəmbərlərin həyatında biz görürük ki, Allah Məsihin gəlişinə xalqa hazırlayırdı və həmin Məsihin gəlişi bu bir təsadüfi və ani bir iş deyildi. Allah dedi ki, bu zamanda göndərəcəm. Bu Allahın xilas planında ayrılmaz bir hissə idi. Allah insanları hazırlayırdı Məsih İsa'nın gəlişinə. Və həmin o vədlər barəsində mən bir neçə peyğəmbərlərə müraciət edəcəm müqəddəs kitabdan və həmin o ayələrə biz diqqət yetirəcəyik. Amma həmin o peyğəmbərlik sözlərini keçməmişdən əvvəl həmişə mənim diqqətimdə belə yer alan fikir bu idi ki, biz daha da çox Allahın kim olduğu, Allahın necə olduğu, Allahın bizə olan münasibəti barəsində eşitməyə daha meyl göstəririk, nəinki özümüz barəsində olan sözlərə, nəinki özümüzün ruhani acizliyimiz və ehtiyacımız barəsində. Biz asanlıqla Allahın bizə olan böyük məhəbbəti barəsində eşitməyə həvəsliyik, nəinki biz günah qarşısında acizik, biz günah edirik və Allaha ehtiyacımız var. Amma müqəddəs kitab hər ikisini bizə işıqlandırır və bildirir. Müqəddəs kitabda aydın şəkildə var olan Allah barəsində yazılır ki, Allah rəhimli və lütfkardır. Müqəddəs kitab aydın şəkildə deyir ki, Allah bağışlayandır və rəhm edəndir. Çox maraqlı və gözəl sözlər yazılıb. Allah insan sevəndir. Allah insanlara qarşı deyil, baxmayaraq ki, insanlar ona imansızlıq göstərərək iblisə uydular, Allah insanları tərk etmədi. Vay bizim halımıza əgər Allah insanları tərk edərdi.
Amma o tərk etmədi. O insanların yanındaydı. Onun sözünü dinləyib, onun sözünü qəbul edənlərin həyatında xüsusi işlərini görürdü. Həm onların həyatında, həm də onların vasitəsilə. Ona görə müqəddəs kitaba biz nəzər saldıqda müxtəlif peyğəmbərlərin həyatını, salih insanların həyatı ilə rastlaşırıq. Hansılar ki, Allaha iman etdilər. Onlar Adəmlə Həvvanın nümunəsindən fərqli olaraq imansızlıq göstərmədilər. Onlar inandılar. Bu iman Allaha etibar etmək, Allaha güvənmək, Allaha arxalanmaq, Allaha dərin ehtiram göstərmək, Allah qarşısında təslim olunmuş ömür yaşamaqla oldu. Onlar özlərini Allaha təslim etdilər. Onun sözlərini öz həyatlarında rəhbər tutmaq ilə. Və biz görürük ki, Allah onların həyatında xüsusi və möhtəşəm işlər gördü. Nəinki onların həyatında, onların övladlarının həyatında, onların nəvələrinin həyatında və nəticələrin həyatında. Allah onların vasitəsilə onların qohumlarına və ətrafında olan insanlara da xeyir-dua verirdir. Allahın münasibəti insanlara budur. Allah insanlara xeyir-dua verməkdən zövq alan Allahdır. Və müqəddəs kitab bizə göstərir ki, Allah nə qədər xeyirxah və rəhimlidir və biz insan nə qədər acizik və nə qədər də Yaradanın bizə göstərdiyi lütfə ehtiyac duyuruq. Biz bununla razılaşmaq istəmirik. Biz istəmirik ki, deyək ki, biz acizik, biz fikirləşirik ki, biz güclüyük, özümüzə qədər, kifayət qədər iradəmiz, biz istədiyimizi əldə edə bilərik, amma əslində elə deyil. Əslində belə deyil. Biz həyat qarşısında aciz oluruq. Tərslik edərək nəyəsə nail olmaq istədiyimiz halda da acizik. Hər zaman, hər yerdə Allahın bizə göstərdiyi lütfə ehtiyacımız qalır. Mən istəyərdim bir ayə müraciət edeyim sizə. Birinci ayəmiz olacaq Yahyanın müjdəsi 8-ci fəsil 34-cü ayədə. Çox maraqlı bir sözlər yazılır burada. İsa Məsih bu sözləri deyir və istəyərdim bu sözlərə diqqət yetirək. Baxın, görüncə söz deyir İsa. Doğrusunu sizə deyirəm. Günah edən hər kəs günahın köləsidir. Maraqlıdır, Milad bayramı ərəfəsində belə xüsusi, şən, ruhlandırıcı sözlərdən danışmağa daha da çox üstünlük verilir. Mən isə bu ayə ilə başlamaq istəyirəm bu günü. Çünki müqəddəs kitabda çox aydın sözlər deyir və bu sözlər belə kəsici səslənir bizim üçün. İsa Məsih deyir, günah işlədən günahın köləsidir. Biz heç vaxt belə düşünə bilməzdik. Biz günahı o qədər həyatımızda sadələşdiririk ki, fikirləşmirik ki, günah bizim həyatımıza hökmranlıq edə bilər. Və o qədər sadələşir ki, çünki asanlıqla yalan danışan, asanlıqla xəyanət edən, asanlıqla əxlaqsızlıq edən, asanlıqla quldurluq etməklə nəyəsə nail olmağa meylliyik. İnsanlar buna meyillidirlər və çox adam belə edir, çünki ətrafındakılar da, digərləri də bu işlərlə məşğul olduqlarına görə onlar da qəbul edirlər. Bu qəbul edilmiş həyat tərzinə çevrildi. Ona görə getdikcə ildən ilə daha da betər olur. Nəsildən nəsilə daha da çox yer alır. Və İsa isə deyir ki, baxın, günah edən günahın köləsidir və Allah istəmir ki, öz surətində yaratdıqları insanlar onlar kölə kimi ömür yaşasınlar. Özlərindən xaric etiraz ilə, istəklər ilə idarə edilsinlər, qərarsız olsunlar. Allahın onlara bəxş etdiyi lütfə kora zehin olsunlar. Anlamasınlar ki, Allah onların həyatında böyük bir xeyir-bərəkətlə gəlmək istəyir. Bill Johnson bu mövzuda çox maraqlı bir fikri var ki, iblisin bizə verdiyi yalan bundan ibarətdir ki, günahdan faydasını bizim üçün şişirdilmiş edir və insanlar üçün cəlbedici olur. O günahın faydaları əldə etmək, nail olmaq, nəyəsə sahiblənmək, hansı ki insanların etirazlarına və istəkləri ilə gedir. Amma eyni zamanda da deyir, iblis insanların gözündə günahın nəticəsini kiçildir. İnsanlar fikirləşmirlər ki, işlədilən günahın nəticəsi həyatlarında qaçılmaz olaraq qalacaq. İstəyərdim, keçən həftədə müraciət elədiyim Lewisin sözlərini müraciət edək. Əgər istəsəniz, internetdə onun 35 məsəli var.
İnternetdə yazsanız, orada belə linki də qoymuşam yuxarı tərəfdən. Onun sözləri çox maraqlı və dəyərli fikirləri var. Əgər Narnia kitabını yaxud da kinosunu kimsə xoşlayırsa, Narnia kitabının müəllifidir. Gözəl məsihçidir. Və o çox maraqlı sözlər deyir. Günahın ən böyük təhlükəsi onun bizi səssizcə dəyişdirməsidir. Hər təkrar günah insanı formalaşdırır və nəticədə günah insana sahib olur. Maraqlı fikirdir, hə? Günah insanı yavaş-yavaş formalaşdırır. O belə deyir. Biz onu başa düşmürük. Biz fərqində olmuruq. Biz başa düşmürük ki, günah nə qədər insanın həyatına nüfuz edir. Yalan danışan yalanda daha da peşəkar olur. Elə mahir olur ki, öz-özünü aldatmış olur. Mən bir nəfər tanıyırdım. O çox maraqlı bir fikir söyləyirdi. Meyvə tərəvəz satırdı. Deyir ki, o qədər tərəzidə aldatmağa vərdiş etmişdim ki, evə meyvə aparırdım, öz evimə aparırdım, öz-özümü aldadırdım tərəzidə. O qədər vərdiş olmuşdu, o qədər adiləşmişdi, o qədər əli buna öyrəşmişdi ki, asanlıqla öz-özünü də aldadırdı. Və Lewis deyir ki, günahın ən böyük təhlükəsi onun bizə səssizcə dəyişdirilməsidir. Hiss eləmirik necə dəyişilirik. Hiss eləmirik ki, nə qədər ürək sərtləşir. Hiss eləmirik ki, nə qədər hissiyatlar kütləşir. Nə qədər insan asanlıqla Allahdan uzaqlaşa bilər və ürəyini sərtləşdirə bilər. Allah bunun olmasını istəmir. Allah bunun olmasını istəmir. Allah istəmir ki, biz günahıyla idarə edilən olaq. Günah həyatımıza bu qədər nüfuz etsin. Ona görə Peyğəmbər vəftizçi Yahya İsa'ya işarə edərək çox aydın şəkildə deyir ki, budur günahı aradan qaldıran Allahın quzusudur. O günahı aradan qaldıra bilər. Çünki o ixtiyar və səlahiyyət ona verilmişdir. Gəlin o aya diqqət yetirək. Yahyanın müjdəsində 1-ci fəsildə 29-cu, 30-cu ayələrdə bu deyilir. Ertəsi gün Yahya İsa'nın ona tərəf gəldiyini görüb dedi: Dünyanın günahını aradan götürən Allah quzusu budur. Məndən sonra bir şəxs gəlir ki, məndən üstündür. Çünki məndən əvvəl var idi, deyib, haqqında danışdığım kəs budur. Maraqlı sözlər deyir. Allahın quzusu bütün dünyanın günahını aradan qaldırmaq üçün gələn. Maraqlı sözlərdir. Nəinki bir insanın, nəinki bir xalqın, bir nəslin bütün dünyanın günahını aradan qaldırmaqla insanı günaha yapışmasını ayırmaq. Çünki işlədilən günaha görə sanki günah bizim təbiətimizə elə hopur ki, ayrıla bilmirik, ayrı düşə bilmirik. Yapışdı insanın taleyinə, yapışdı insanın həyatına və işlədilən günah insanı ancaq fəlakətə və ölümə aparır. Allah isə biz insanın ölməyini istəmir. Ona görə Məsihin gəlişinə ehtiyac qalırdı. Ona görə Məsihin gəlişi barəsində bütün peyğəmbərlər peyğəmbərlik edirdilər ki, biz öhdəsindən gələ bilməyəcəyik bunun. Biz günaha qarşı dura bilməyəcəyik. Hansısa bir işi yaxşı görəcəyik, digərində isə günah işlətmiş olacağıq. Ehtiyac var, Məsih gəlsin. Ehtiyac var ki, Allahdan xilas edən gəlsin ki, bizi günahdan ayırsın. Və çox maraqlıdır ki, Yahya peyğəmbər olaraq bu sözləri deyir. Məndən daha böyükdür. Başqa bir yerdə yazır ki, mən onun ayaqqabılarına toxunmağa ixtiyarım yoxdur. O məndən alidir, o məndən üstündür. Peyğəmbərdən üstün kim ola bilər? Onu göndərən şəxs deyilmi? Mən istəyərdim sizə bizim eradan təxminən 2000 il əvvəl yaşayan Yaqub Peyğəmbərə müraciət eləyək və Yaqub Peyğəmbər dünyasını dəyişməmişdən əvvəl öz 12 oğluna xeyir-dua verdikdə Yahudaya xüsusi bir xeyir-dua verirdi. Və Yahudaya xeyir-dua verəndə çox maraqlı bir sözlər deyir. Bu yaradılış 49-cu fəsil 10-cu ayədə səslənir. Padşahlıq əsası Yahudanın əlindən getməyəcək. Hökmdarlıq əsası onun nəslindən itməyəcək. O vaxta qədər ki, əsanın sahibi gələcək. Onda xalqlar ona itaət edəcək. Maraqlı sözlərdir. Hakimiyyət sahibi gələcək. Maraqlı diyor.
Nəinki hakim gələcək, hakimiyyət sahibi gələcək. Hakimiyyət sahibi dedikdə hakimlərə hakimiyyəti verən, padşahları taxta oturan və padşahı taxtdan endirən şəxs. Ağaların ağası gələcək, qanunverici gələcək deyir, hökm edən gələcək, sülhü getirən şəxs gələcək. O deyir ki, elə bir gün gələcək ki, hakimlərə hakimiyyəti verən gəlməlidir. O deyir ki, elə gün gələcək ki, padşahlara səlahiyyət verən şəxs yer üzünə gələcəkdir. Və deyir ki, hakimiyyətin sahibi gəldikdə bütün xalqlar ona itayət edəcəklər. Yer üzünün bütün millətlərinə onun barəsində, onun gəlişi barəsində elan ediləcək, müjdə veriləcək və xalqlar ona itayətlə dönəcəklər. İstəyərdim növbəti bir peyğəmbərliyə baxaq. Yeşaya peyğəmbərin sözlərinə diqqət yetirək. Yeşaya peyğəmbər bizim eradan, yəni Məsih İsa'nın doğulmamışdan əvvəl 740 il əvvəl yaşamışdır. O çox maraqlı sözlər deyir. Onun peyğəmbərlik sözünə diqqət yetirək. 9-cu fəsildə 6-cı, 7-ci ayələr çox məşhur ayələrdir. Çünki bizim üçün körpə doğuldu. Bizə oğul verildi. Hakimiyyət onun çiyinləri üzərində olacaq. Onun adı ecazkar məsləhətçi, qüdrətli Allah, əbədi ata, sülh hökmdarı olacaq. Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq. Sözlərə diqqət yetirirsiniz, Yeşaya peyğəmbər hansı xüsusi sözlərdən istifadə edir. Hələ Məsih doğulmayıb. Məsih hələ 740 il sonra Betlehem şəhərində doğulacaq. Hələ bu hadisələr baş verməmişdən əvvəl Yeşaya peyğəmbər çox maraqlı və ciddi sözlər deyir. İstifadə etdiyi sözlərə bax. Bizim üçün körpə doğuldu. Bizə oğul verildi. Hakimiyyət onun çiyinləri üzərində olacaq. Xatırlayırsınız, Yaqub da eyni sözdən istifadə edirdi. O hakimiyyət sahibidir deyirdir. Yeşaya peyğəmbər təkrar edir və deyir, hakimiyyət ondadır. Odur ağaların ağası, odur hökmdarların hökmdarı. Hər şey idarə edən, öz sözünü qüdrəti ilə saxlayan odur. Və Yeşaya deyir, o yer üzündə doğulacaq. Maraqlı sözlərdir. Ecazkar məsləhətçi deyir ona. O ecazkardır, onun gördüyü işlər möhtəşəmdir. O bizim həyatımız üçün doğru, lazım olan məsləhəti verəndir və ancaq məsləhət verəndə deyil, bizim həyatımızın idarə edənidir. Nə qədər istəyirik ki, o bizim həyatımızı idarə etsin. Nə qədər hakimlərin hakiminə, ağaların ağasına, hakimiyyət sahibi olana özümüzü itayət etdiririk. Hasan bizdə formalaşmış düşüncələri, öz arzu istəklərimizi kənara qoyub bu sözdən istifadə edirik. Ya Rəbb, mənim deyil, sənin iradən olsun. İnanıram. Adəmlə Həvvadan fərqli olaraq mən imansızlıq göstərmək istəmirəm. Mən imanımı nümayiş edirəm. Mən Allahın oğlu Məsihə iman edirəm. Maraqlı sözlərdir. Qüdrətli Allah deyir Yeşaya peyğəmbər ona. Bizə oğul doğuldu. O qüdrətli Allahdır. İlahi qüdrətə sahib olandır. Xilas edən, insanların həyatını ölümdən qurtaran, itayətsizlərə isə cəzasız buraxmayandır. Günahı məğlub edən, hökmranlıq edən odur, Yeşaya deyir. Maraqlı sözlərdən istifadə edir. Əbədi atadır, deyir o. Onun hakimiyyətinin sonu yoxdur, sərhədləri yoxdur, əbədi olandır. Ona tərəf dönənlərə ata kimi qayğı görsədəndir. O qoruyan, ailəsinə dəvət edən, məhəbbəti ilə himayəsində saxlayandır. O deyir, o yer üzünə gəlir. O sülhün hökmdarıdır. Maraqlı sözdür. Nəinki özü sülhdür, o sülhün hökmdarıdır. O sülhü bərqərar edəndir.
Allahla insan arasında itaətsizliyə görə, imansızlığa görə yaradılmış o uçurumu özü ilə bərpa edən şəxsdir. O deyir, o gəlir və onun hakimiyyətinin və onun sülhünün artmasının deyir, sonu olmayacaq. Əksinə, günü-gündən artacaq iman edənlərin həyatında. İman edənlərin həyatında günü-gündən artacaq. Həvari Yəhya 8-ci fəsil 36-cı ayədə belə deyir. Buna görə də əgər oğul sizi azad etsə, həqiqətən də azad olacaqsınız. Maraqlı sözlərdir. Ona görə müqəddəs kitab bizə aydın şəkildə deyir, əgər oğul bizi azad edərsə, həqiqətən də azad etmiş olacağıq. Və azadlıq təkcə günahların bağışlanmasından söhbət getmir. Günahın insanın həyatına nüfuz etməsindən, günahın insanın üzərində ağalıq etməsindən, etirazlar ilə idarə edilməsindən azadlığı bəxş edir. Mən iman edirəm sözü görünə qədər dərindən həyatımıza təsir edir. Bir söz. Onun ki, müqəddəs kitabda yazılıb ki, əgər sən dilinlə İsa'nın Rəbb olduğunu iqrar etsən və ürəyinlə iman etsən, əgər ürəyində iman edirsənsə, əgər ürəyinin dərinliyində bu həqiqəti qəbul edirsənsə, xilas olacaqsan, deyir müqəddəs kitab. Həqiqi azadlıq, daxili, ruhani və əbədiyyətə bağlayan azadlığı Allah vəd verir Məsih İsa'ya iman edənlərə. Ona görə müqəddəs kitab bizə bu seçimləri verir. Bax, Allahın iradəsini qəbul edib, Allah ilə ömür yaşayanların həyatı müqəddəs kitabda qeyd edilir. Allaha itayət etməyib, öz düşüncələrini Allahın iradəsindən üstün tutanların həyatını seçməyə, fərqini görməyə Allah bizə verir. Müqəddəs kitab səhifələrində biz oxuyub, onların həyatından özümüzə ibrət götürə bilərik. Və ibrət götürən bizlər, biz deyirik, iman edirik. Biz iman edirik. Çünki biz bilirik ki, ona iman etmək ilə həyatımıza Allah öz lütfünü bəxş etdi. Baxın, Markın müjdəsi 10-cu fəsil 45-ci ayə nə deyir bizə? Çünki bəşər oğlu gəlmədi ki, ona xidmət etsinlər. Gəldi ki, özü xidmət etsin və çoxlarını satın almaq üçün öz canını fidyə versin. Təsəvvür edirsiniz, Məsih İsa ətrafında yığılan izdihama bu sözləri deyir. Mən gəlmədim ki, siz mənə xidmət edəsiniz. Mən gəlmədim ki, siz mənə alqış edəsiniz. Mənə nəsə edəsiniz deyə mən gəlmədim. Mənim yer üzünə gəlməkdə məqsədim bir şeydir. Sizi xilas edim və sizin xilasınızı təsdiq etmək üçün öz canımı fidyə verim. Öz canımı qurban verim. O deyir, mənim məqsədim bundadır. Milad bayramında miladın şənliyi, ruh əhvalı, bayram ab-havasından danışılır, amma miladın səbəbkarına diqqət yetirməyimiz vacibdir. Və miladın səbəbkarına diqqət yetirməyimiz haqqında danışanda istəyərdim John Stott'un sözlərinə diqqət yetirək. Çünki milad barəsində çox dəyərli sözlər deyir. Milad çarmıqdan ayrı düşünülə bilməz. Beşik bizi çarmıxa aparır. İsa Məsih doğuldu ki, insanların günahlarına görə ölsün və xilas etsin. Milad bərabərdir xilas üçün başlanğıc. Maraqlı ifadələr deyir o. O deyir ki, milad çarmıqdan ayrı düşə bilmir. Əgər biz Məsihin doğuluşu barəsində danışırıqsa, onda biz bilməliyik ki, onun doğuluşu məqsədli idi. Allah istədi ki, o yer üzünə gəlsin ki, bizim günahlarımıza görə özünü kəfarə qurbanı versin. Nəinki bizi işlətdiyimiz günahlardan azad edib bağışlasın. Günah etmək istəyindən azad eləsin. O bizə əbədi olaraq bağışlanmanı versin. İsa Məsih doğuldu ki, deyir John Stott, insanların günahlarına görə ölsün və xilası təmin etsin.
Ona görə biz milad barəsində danışanda nəinki o axurda yatan körpə haqqında düşünürük, zəif uşaq barəsində düşünürük. Biz peyğəmbərlərin peyğəmbərlik etdiyi sözləri diqqət yetirərək bilirik ki, doğulan kim idir. Yeşaya peyğəmbər onun haqqında çox möhtəşəm sözlər deyir. Və istəyərdim bu hissədə son sözləri bir çoxlarının əzbərlədiyi, bir çoxlarının əzbərdən bildiyi Yahyanın müjdəsi 3-cü fəsil 16-cı və 18-ci ayələrə diqqət yetirir. Çünki həmin bu sözlərdə Allahın bizə olan münasibəti göstərilir. İsa Məsihin yer üzünə doğulmasının məqsədi göstərilir. İsa Məsihin çarmıxa gedərək özünü qurban verməsinin səbəbini göstərir və ölülər diyarından dirilməyi ilə bizə verdiyi ümidi qeyd edir. Baxın, görüncə sözlər yazılıb. Çünki Allah dünyanı elə sevdi ki, vahid oğlunu verdi. Bunu ona görə etdi ki, ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Maraqlı sözdür. Ona iman edən hər kəs həlak olmasın. Çünki Allah insanların həlak olmasını istəmir. Əksinə, əbədi həyatı bəxş edir. Sonra nə deyir İlham? Allah dünyanı mühakimə etmək üçün deyil, oğlunun vasitəsilə xilas etmək üçün onu dünyaya göndərdi. Maraqlı sözlərdir, hə? İsa Məsih yer üzünə gəldikdə insanlarda qüsur və səhv, işlətdiyi günahları günə qınamaq üçün gəlmədir. Əksinə, o gəldi ki, azad etsin. Məqsəd bunda idi. Ona iman edən mühakimə olunmur. İman etməyənsə artıq mühakimə olunub. Çünki Allahın vahid oğlunun adına iman etməyib. Maraqlıdır. Ona iman edən mühakimə olunmur. İman etməyən isə hələ də seçimi var. Allahın qarşısında itayət etməyi. Allah ilə ömür yaşamağı. Ona görə biz Məsih isə iman edənlər, biz milad barəsində düşünəndə biz bu tərzdə düşünürük. Bu, Allahın bizə sübut etmək istədiyi məhəbbətin aşkarıdır. Məsih yer üzünə gəldi. Və o yer üzünə gəldi ki, bizi günah bağlarından azad edərək Allaha bağlasın. Biz öhdəsindən gələ bilmədiyimizi Allah bizim üçün etdi. Allah bizim qurtuluşumuzu özü təmin etdi. Əgər Allah o qurtuluşu təmin etdisə, o qurtuluşdan bizi kimə ayıra bilər? Əgər Allah o xilası bizə hədiyyə olaraq verdisə, o xilası bizim əlimizdən kim ala bilər? Əgər Allah bizi özünə cəlb edib, oğlumsan dedi, yaxud da qızımsan dedi, kim o sözdən, o addan səni məhrum edə bilər? Heç kim. Ömrümüzü elə yaşayaq. Başımızı dik tutaq. Allahın oğulları və Allahın qızları kimi ömrümüzü yaşayaq. Allahdan lütfən nail olanlar kimi fəxr edək. Mən Məsihə məxsusam. Rəbb Allah mənim Allahımdır. Hər gün mənim yanımdadır. Üzləşdiyim hər bir vəziyyətdə mən aciz deyiləm artıq. Çünki külli ixtiyar mənim Allahımdır. Mənim yanımdadır. Mənim dualarım sadəcə ümidsizlikdə səslənən sözlər deyil. Atama dediyim sözlərdir. Məni sevən atama sözlərdir. Əgər mənim atam, mən hələ günahkar ola-ola, məni özünə cəlb etmək üçün bu qədər mənə məhəbbət göstəribsə, görün, baxın, onun sözünü həyatımızda rəhbər tutduqdan sonra nə qədər böyük məhəbbətini göstərmək istəyir. Allahınsa məhəbbəti bizə tükənməzdir. Bizim üçün milad budur. Biz bunu bayram edirik. Rəbb bizi qurtarmaq üçün yer üzünə gəldi. Ona həmd olsun.